Çörək almaq pulum yox idi. Bunu demək lazımdır. Həmişə mətanət belə firri firavanlı, ay aman belə brend giyin, elə olub, yox. Mənim elə bir vaxtım olub ki, mən çörək pulum olmayıb. Günlərin bir günü, bu da hissiyatlandır. Hissiyat, insanın gərək hissi insana çata. Vasif mənə zəng elədi ki, bir danışıq var, ölürəm o elə deyəndə. Alo, deyirəm ki, can, haradasan? Deyirəm, evdə. Nə varsan, ha? Deyirəm, hissini oturmuşam. Səsin niyə zəif gəlir? Belə. Deyirəm, hissini, ay Vasif, pulum mu yoxdur? Billah deyirəm ki, hə, Bedirəm, pulum nədir? İnan, sən heç evdə bir bazarlığım da yoxdur, heç nəyim yox, Bedirəm. Nə danışırsan? Deyirəm ki, hə. Yer deyirəm, davay, dur, gəl, ora mən məclisdəyəm. Məclis bunun məclisidir. Ora mətanət istəməyiblər. Mətanəti neyinlər? Öyle bir moment var orada ki, mətanət yada düşmüş. Gəldim ora. Gördüm, Vasif məni gördü, belə baxdı mənə. İndi belədir. Oradan bir, xahiş edirəm, sakit dayanım, bir mətanətə qulaq asaq. Dedim, Mətanət xanım bir kəsmə şikəst. Bir kəsmə şikəsti oxu, bir sənin qulaq asaq, kəsmə şikəstə yeri dördü ora. Orada oturublar, bu insana qulaq asırlar. Bunun başına yığışıblar. Özə ən gözəl, mötəbər, onları heç görməyə can atır cəmaat. Bax, bu insanın başına yığışıblar. Elə iş adamları. Dedi, bir kəsmə şikəsti oxu. Mən oxudum, belə pullar belə gəlib qoyulur, eləyir. Amma Vasifin qarşısına bu hündürlükdə pul qoyublar. And ol Allaha. Bax, 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 onu oradan belə götürdü, qoydu hamısını mənim qabağıma. Dedim ki,